nəyimiz varsa onu qoy. Başsalam. Esselamu aleykum ya şehit. Allahümme affurhum ve nazil ve lervah merhumiyen ve kuvriyen ve aleyhi nebiyyin ve bihaddi suretin muhammad. Allahümme sallallahu Bizim Hacı'da bilirsin. Bizim Basanlığı'nın bu şəhidləri Cənab Prezidentimiz bütün qayğıları göstərir şəhid ailələrinə. Amma belə bir xırda fatihələr bu günləri sən bu soğuqda boş vaxtı, sənin boş vaxtı yoxdur, bu boydana Masallı rayonunun rəhbərisən sən. Sən Cənab Prezident qiymətli vaxtı ayırdığın üçün bu şəhidlərimiz bizim olmamışdır. Allah haqqı olmamışdı Cənab Başçı. Mənim də 52 yaşım var. Olmamışdı. Böyük bir qayğı. Köməyin olsun. Həmişə prezidentimiz şəhid ailələrin yanındadır. Həmişə dövlətimiz şəhid ailələrin yanındadır. Nə mövzuya həsr olunursun, istənilən tədbirdə, istənilən yığıncaqda möhtərəm prezident ən əsas vurğuladığı məsələ şəhidlərin müqəddəs ruhu, şəhidlərin ruhuna olan böyük ehtiram. Bu da bizə prezidentimizin verdiyi göstərişdir də. Biz də yerlərdə insanlara demək istəyirik ki, siz indiyə qədər bu uşaqların atalarıydınız. İndi o uşaq hamımızın balalarımızdır, hamımız onun atalarıyıq. Biz də hamılıqca onlara qayğı göstərib, onların ruhuna hörmət eləməliyik, onlara sayğı duymalıyıq ki, böyüyən gənc nəsil görsün ki, bu şəhid nə demək şeydir də. Cənab Başçı. Hər gün, hər gün. Cənab Başçı. Sabir kişinin oğlu mənlə bir yerdə olub, Ağdərədə Qoltusa şəhid olub. Mən deyərəm ki, 92-də bəli, amma Sabir kişinin adını çıxmış. Siz gələndən sonra yolda oldu, özün ata kimi hiss elədi, o da fəxr. Əlbəttə bu prezidentimizin göstərdiyi doğrudur. Buyurun, çəkər. hamısı qayıb. Siz eləmişsiniz, bu bütün bunları milyona da vursa, sizin xidmətinizin